Hamınızı salamlayıram. Gəlin bir anlıq düşünək. Şirkətinizin uğuruna əslində nə təmin edir? Təbii ki, istedadlı insanlar. Bəs biz bu ən dəyərli resursu necə idarə edirik? Bax, bugünkü təhlilimizdə məhz bu suala cavab axtaracağıq. Söhbət istedad toru adlanan çox güclü bir modeldən gedir. İstedadları idarə etmək, cəlb etmək və inkişaf etdirmək üçün əla bir çərçivə. Sadəcə bir təsəvvür edin. Komandanızdakı hər kəs, bəli, hər kəs öz potensialının tam zirvəsində işləyir. Necə səslənir? Fantastik, elə deyilmi? Yaxşı xəbər budur ki, bu sadəcə bir xəyal deyil. Doğru strategiya ilə bu tamamilə mümkündür. Elə bugün biz o strategiyanın nə olduğunu və onu necə həyata keçirə biləcəyimizi addım-addım öyrənəcəyik. Yaxşı, bəs planımız nədir? Əvvəlcə istedad idarəçiliyinə mane olan o sinik düşüncələrə baxacağıq. Sonra əsas mövzumuz olan istedad torunun nə olduğunu aydınlaşdıracağıq, ardınca bu torun vacib elementlərini, yəni istedadları necə cəlb edib, inkişaf etdirəcəyimizi öyrənəcəyik, sonda isə hər şeyi yekunlaşdırıb, öz torunuzu necə gücləndirə biləcəyinizə dair fikirlər verəcəyik. Gəlin başlayaq və ilk növbədə gəlin bir çox rəhbərin üzləşdiyi ən böyük maneəni, o divarı müzakirə edək. Söhbət sinizmdən və effektiv istedad idarəçiliyinə əngəl olan köhnə düşüncə tərzindən gedir. Bilirsiniz, istedadların inkişafı mövzusu açılanda bəzi liderlər var ki, sanki bu söhbətdən qaçmaq üçün hər şey edirlər. Bu vacib müzakirəni görməzdən gəlməyə üstünlük verirlər. Amma bunun bir bədəli var, özdə çox ağır bir bədəli. Bu yanaşma uzun müddətli perspektivdə bilirsiniz nəyə gətirib çıxarır? Motivasiya düşür, ən yaxşı işçilərinizi itirirsiniz və sonda şirkətin rəqabət gücü zəifləyir. Yəqin ki, siz də bu sözləri eşitmisiniz. Elə deyilmi? Niyə əziyyət çəkək ki, onsuz da gedəcəklər? Və ya ən yaxşısı, kənardan hazır adam gətirməkdir. Bunlar komandaya investisiya qoymaqdan yayınmaq üçün klassik bəhanələrdir. Amma gəlin açıq danışaq, bu düşüncələr əslində bizi uğurdan uzaqlaşdıran tələlərdən başqa bir şey deyil. Yaxşı, bəs bu sinizmə qarşı nə qoya bilərik? Bax, daha sağlam bir düşüncə tərzi. Bu əslində uğurun formuludur. Çünki burada məsuliyyət sadəcə bir nəfərin üzərinə düşmür, bütün rəhbərliyə yayılır. Və burada bir şeyi yadda saxlamaq çox vacibdir. İstedadları idarə etmək təkcə HR-ın işi deyil. Bu, hər bir rəhbərin birbaşa vəzifəsidir. Deməli, sinik düşüncələri bir kənara qoyduq. Bəs indi nə etməliyik? İstedadları effektiv idarə etmək üçün əlimizdə konkret bir alət olmalıdırmı? Əlbəttə. Gəlin elə bu yeni çərçivə ilə, yəni istedad toru ilə tanış olaq. Baxın, bu gördüyünüz diaqram sizin ən güclü alətlərinizdən birinə çevrilə bilər. Bu, istedad torudur. Və bu, sadəcə bir şəkil deyil. Bu, istedadları cəlb etmək, inkişaf etdirmək və şirkətdə saxlamaq üçün lazım olan 5 fərqli, amma bir-biri ilə sıx bağlı olan rolu özündə birləşdirən bütöv bir sistemdir. Bəs niyə məhz tor? Bu analogiya əslində çox güclüdür. Düşünün, eyni ilə bir hörümçək toru kimi, sizin də istedad torunuzun hər bir sapı digərini gücləndirir. Biri möhkəm olanda, bütün tor möhkəm olur. Yəni, bir sahədə əldə etdiyiniz uğur, o dəqiqə digər sahələrə də müsbət təsir edir. Və siz bu vibrasiyaları, bu müsbət siqnalları hiss etməyə başlayırsınız. Və budur, torunun 5 əsas rolu və hər bir rolun cavab verməli olduğu o böyük sual. Bu suallar əslində sizin bütün istedad idarə etmə strategiyanızın ürəyi olmalıdır. Yaxşı, nəzəriyyəni bir kənara qoyaq, gəlin toru hörməyə başlayaq. İlk saplardan, yəni təşkilata yeni istedadları cəlb etməyə və onları düzgün müəyyənləşdirməyə yönəlmiş ilk 2 roldan başlayırıq. İlk rolumuz istedad maqniti. Gəlin özümüzə bu sualı verək. Sizin şirkətiniz və ya komandanız ən yaxşıları özünə çəkən bir maqnitdir, yoxsa əksinə, onları itələyən bir qüvvə. Bu rolun əsas məqsədi də məhz budur. Sizi bir cazibə mərkəzinə çevirmək. İstedadları tapmaq bir işdir, amma onları şirkətdə saxlamaq, onlara yapışmaq tamamilə başqa bir işdir. Bax, bu yapışqan işə götürmə metodu da məhz buna xidmət edir. Məqsəd, işə qəbul prosesini elə qurmaqdır ki, ən yaxşı namizədlər hələ sizə hə deməmişdən əvvəl şirkətinizə emosional olaraq bağlansınlar. Necə? Məsələn, bütün komandanı bu prosesə cəlb edərək və şirkətinizin dəyərlərini tam səmimiyyətlə paylaşaraq. Yaxşı, maqnitimiz işə düşdü, ən yaxşıları cəlb etdik, indi növbəti kritik addım gəlir. Onların arasından doğru istedadı tanımaq. Bu rol bir növ sizdən istedad detektivi olmağı tələb edir. Bəs istedad dedikdə nəyi nəzərdə tuturuq?
Baxın, bu tərif çox güclü və yığcamdır. İstedad işləri ən az səs-küylə, ən az təlaşla sona çatdıran və bunu edərkən başqalarını da ruhlandıran bir dahidir. Deməli, biz sadəcə texniki bacarığı olan birini yox, həmişə effektiv görən, həm də ətrafına müsbət enerji saçan birini axtarırıq. Əsl istedad budur. Beləliklə, istedadları cəlb etdik, kimin kim olduğunu da müəyyənləşdirdik. İndi nə etməliyik? İndi torun saplarını daha da möhkəm hörmək vaxtıdır. Bu mərhələdə biz artıq şirkətdə olan istedadları inkişaf etdirməyə və onların birlikdə yaratdığı gücü maksimuma çatdırmağa fokuslanacağıq. Yadınızdadırsa, tor bir-biri ilə bağlı bir sistemdir demişdik. Yaxşı, gəlin indi bu sistemin daxili mühərrikini işə salan, yəni istedadları inkişaf etdirən, birləşdirən və onlara yol açan digər 3 rola nəzər salaq. Deməli, bu 3 rol torun daxili gücünü təmin edir. Birincisi, istedad koçu. O, ən kritik anlarda insanların ən yaxşı tərəflərini üzə çıxarır. Sonra, istedadların birləşdirilməsi üzrə mütəxəssis gəlir. Təsəvvür edin ki, əlinizdə çox güclü, amma ayrı-ayrı oyunçular var. Bu mütəxəssis həmin fərdi istedadları bir araya gətirib, onlardan yüksək performanslı bir komanda yaradır. Və nəhayət, istedad dirijoru. Bu rol isə bir növ orkestrin dirijoru kimidir. O, gələcəyə baxır və şirkətin gələcək ehtiyacları üçün davamlı bir istedad axını yaradır. Bu 3 rol birlikdə işləyəndə torunuz həqiqətən də canlı və dinamik olur. Beləliklə, istedad torunun bütün əsas elementlərini nəzərdən keçirdik. Gəlin indi hər şeyi bir yerə yığaq və əsas mesajı bir daha xatırlayaq. Konfutsiyonun bu məşhur sözü məncə bizim mövzumuza tam uyğundur. Eşidirəm və unuduram, görürəm və xatırlayıram, edirəm və anlayıram. Yəni, bu çərçivə haqqında sadəcə dinləmək və ya görmək kifayət deyil. Əsl faydanı görmək üçün onu tətbiq etmək, yəni etmək lazımdır. Yalnız o zaman həqiqətən anlayacaqsınız. Bax, bütün məsələnin özəyi də budur. Güclü bir istedad toru qurmaq, sadəcə möhtəşəm bir komandanın olacağına ümid etməklə onu məqsədyönlü şəkildə addım-addım qurmaq arasındakı fərqdir. Bu, təsadüflərə bel bağlamağın əvəzinə sizə uğuru şuurlu və sistematik şəkildə qurmaq üçün bir yol xəritəsi verir. Və bugünkü təhlili bu düşündürücü sualla bitirmək istəyirəm. Gözünüzün önünə öz komandanızı, öz təşkilatınızı gətirin. İndi özünüzdən soruşun. Sizin istedad torunuzun ən güclü sapı hansıdır? Bəs ən zəif? Bu 5 roldan hansında daha yaxşısınız? Hansını isə mütləq inkişaf etdirməlisiniz? Bu sualın cavabı sizin inkişaf yolunuzdakı ilk addımınız olacaq.